Salam, hər birinizi xoş gördük, xoş gəlmisiniz kanalıma. Ümid edirəm ki, çox yaxşısınız, sıxıntınız, probleminiz yoxdur. Çox bugün pozitivəm, bu pozitiv enerjimi də sizə ötürürəm. İnşallah ki, sizin də həyatınızda hər şey ürəyiniz istədiyi kimi keçər. Çox uzatmadan, baxın belə bir şey çəkmək istəyirəm. Əvvəllər eləyirdik, bəli, xeyir açılımı. Çox qəşəng yorumlar yazmışsınız. İnanın ki, yəni yorumların içində bir dənə mən negativ bir yorum görmədim də. Çox sağ olun, təşəkkür edirəm. Buna görə də istədim ki, sizin üçün bəli xeyir eləyək. Baxaq görək, ürəyinizdə bir istədiyiniz bir şey tutursunuz. Təbii ki, reallaşması yəni böyük bir şey yox, kiçik bir şey və yaxın zamanda olmasını istədiyiniz bir şey varsa, fərqi yoxdur. Bu işlə bağlı ola bilər, İstədiyiniz insanla bağlı ola bilər. Nə ilə bağlı ola bilər, nəsə almaqla bağlı ola bilər. Yəni fərqi yoxdur. Bugün ayın 26-sıdır, yəni 3-cü günü videonu ist-ist çəkirəm. Çəkən kimi də paylaşacağam. Girib yenə də yorumlar yazarsınız və belə bir videolar çəkim yoxsa çəkməyim. Onu mənə deyərsiniz. Həftəlik açılımdan başqa da. Düzdür, hər dəfə olmayacaq, amma azından ayda bir dəfə, 2 dəfə eləmək olar. Gəlin baxaq görək, ürəyinizdə bir arzunuzu tutursunuz. Baxın, 2 variant və yaxud da 3 variantın üçünə də qulaq asmayın. Necə qulaq asmayın? Qulaq asa bilərsiniz ümumiyyətlə. Amma ki, yəni istədiyiniz bir arzunuz varsa, yəni həyata keçməsini istədiyiniz bir diləyiniz varsa, bir variantı dinləyin, yəni birini seçin. Zaten çoxunuz biri seçirsiniz. 2 variant arasında qalanlar da olur, amma yenə də siz hiss eləyəcəksiniz ki, sizin variantınız o birisidir. Siz onu hiss eləyəcəksiniz özünüzdə. Gördünüz ki, yox, seçə bilmirsiniz. Videonu bağlayın, nə bilim 1 saatdan sonra baxın, 15 dəqiqədən sonra baxın. Amma çalışın birini seçin də. Birinə qulaq asın, yəni arzunuzla bağlı birini dinləyin. Baxın, birinci, ikinci, mən belə dəstəni qoyanda siz onsuz da hiss eləməlisiniz ki, istəyirsiniz gəlin üstünə bir şey də qoyaq. Bu dəfə qoyacağım. Baxın, yaşıl rəng, rənglə də seçə bilərsiniz, kartlarla da seçə bilərsiniz. Sarı rəng, bir də ki olsun bu çəhrayıdır bu. Hə, indi bir şey, hə, çəhrayı. Aha. Kimin üçün vaxt azdırsa, videonu saxlaya bilərsiniz. Sizə necə rahatdır. 3 kart seçəcəm. Seçmişsiniz birinci dəstəni seçənlər. Məncə siz arzunuzu tutmursunuz və diqqətlə qulaq asın. 3-7-3 enerjisi daim sizin həyatınızda aktiv olsun. Həmişə sizi pozitiv yönləndirsin. Həyatınızda nə negativ şeylər varsa da tezliklə çıxıb getsin inşallah. 3 kart seçəcəm. İstədiyiniz bu şey olacaq yoxsa yox. Aha, konkret denəm mənəm. Aha. Bu da ya. Olacaq. Əlbəttə ki, olacaq. Yəni, bəlkə də siz bunu çox arzuluyorsunuz, çox istəyirsiniz. Bəlkə də bu sizin çoxdan ki, ola bilsin ki, keçmişə dayalı bir şeylə bağlı ola bilər. Misal üçün, insandırsa bu, keçmişdən tanıdığınız insan, yəni təzə tanış olduğunuz insan deyil. Bəziləriniz siz necə insansınız, ədalətli olmağı sevən insansınız, hər şeyin öhdəsindən gələ biləcək bir insansınız və istədiyiniz hər nədirsə bu, təbii ki, olacaq. Yəni, burada belə, təbii ki, hər şey Allahdan başqa heç kim bilmir, o heç. Amma burada siz mənə səbir də göstərməlidir, yəni olacaq. Siz ədalətli insansınız, ədalətli qərar verə biləcək bir insansınız. Bəlkə də sizin danışıq tərziniz və yaxud da ki, təhsiliniz elə bir formadadır ki, işlədiyiniz yerdə ola bilər ki, siz, misal üçün, çox insanlarla işləyirsiniz və sizin çox gözəl nitqiniz ola bilər, çox gözəl danışıq qabiliyyətiniz ola bilər. Yəni, bu fərqi yoxdur. Amma belə ədalətli bir insansınız, qayda qanunla hərəkət edən bir insansınız, tutduğunu qopardan və bacarıqlı bir insansınız. Biraz da dosta önəm verən, yəni, ətrafınızda ola bilsin ki, dost çevrəsi də çoxdur, çox insanlar çox istəyirsiniz, çox insanlar da sizi çox istəyir. Yəni, biraz geniş məlumat vermək istədim də, hə, yox demək istəmədim. Təbii ki, tutduğunuz arzudur, niyyətdir, nədirsə, ümidvaram ki, böyük bir şey tutmamısınız da. Yəni, gerçəkləşəcək ola biləcək bir şeylər var da, tutaq ki, insanın həyatında. Maşın almaq, sevdiyim insanla ailə qurmaq, tutaq ki, nədirsə. Nə bilim, necə işə girmək. Baxın, bunlar hər nədirsə, çox insanlarda burada işlə bağlı ola bilər və yaxud da ki, nəsə məhkəmə ola bilər.
ya da ki ola bilsin ki elə məhkəmə ilə bağlı və ya da kimləsə üz-üzə gələcəksiniz bəzi mövzuları həll etmək üçün. Ona görə də burada məhkəmə mövzusu və ya da üz-üzə çıxma mövzusu ola bilər sizin üçün. Tak ki tutduğunuz nədirsə, arzunuz yerinə yetəcək inşallah. Xeyirlisi belə. İkinci variantı seçənlər, baxaq görək sizdə nə çıxır. Həyatınızda, baxın birinci variantı dedim sizə də deyirəm. Hər nə olur olsun negativ formada 3-7-3 enerjisi həyatınızda daim aktiv formada olsun və negativləri tez bir zamanda çıxartsın həyatınızdan. Getdik, baxaq görək bu arzunuz nədirsə həyata keçir. Mən çox istəyərdim ki 3 variantın üçündə də hə olsun. Aha. Bəli, burada da çox qəşəng çıxdı. Burada insan duygusal bir insan ola bilərsiniz. Baxımlı, qəşəng, özgüvənli, amma ki duygusal yönləriniz də var da sizin. Bu nədirsə, bu tutduğunuz bir şey nədirsə, zaten sizin həyatınızda bir qismət kimi deyilmi, bir Allah tərəfindən göndərilmiş bir hədiyyə kimi olacaq. Bəzilərinizdə bəlkə də istəyirsiniz, sevdiyiniz insanla bağlı ola bilər bəzilərinizdə. Fərqi yoxdur, hər nə ilə bağlı olsun. Burada tutduğunuz şey gerçəkləşəcək olacaq. Zaten ona doğru elə bir addımlar atırsınız. Biraz duygusal yöndən də atırsınız. Bəzən olur ki, özünüzü biraz elə göstərirsiniz ki, sanki mən duygusal deyiləm əslində. Amma eləsiz. İçdən içə, yəni bir insan yanınızda ağlasın, pis olsun, fərqi yoxdur da. Misal üçün, o sizə pislik eləsə belə tezliklə yumuşalan bir insansınız. Amma baxımlı da bir xanımsınız, özünüzü sevən bir xanımsınız, sizə çox dəyər verirlər, hörmət eləyirlər. Ola bilsin ki, necə deyim, özünüzü sərhədləriniz var da, onları çəkirsiniz, qoyursunuz və hamı da sizə hörmət eləyir. Çox gözəl bir şeydir. Tutduğunuz hər nədirsə də inşallah ki, amma sizə belə bir şey deyim, yaxınlıqda sizə müəyyən qədər pul gedəcək. Bunu deyim biləsiniz, əlaqəsi olmasa da. Bəlkə də arzunuz odur ki, siz maşın alasınız və ya da ev alasınız, nəsə belə bir şey istəyirsinizsə, müəyyən qədər pul çıxacaq sizdən. Amma hər nədirsə bu alınacaq və olacaq təbii ki. İkinci variant da çox xoşuma gəldi. İnşallah ki, üçüncü variant da yaxşı olsun. Üçüncü variantı seçənlər, sizə dediyim, həyatınızda nə qədər negativ hadisələr baş verirsə belə, inşallah 3-7-3 enerjisi həyatınızda daim aktiv olsun və o negativləri həyatınızdan tez bir zamanda çıxartsın. Baxaq görək, olacaqmı? İnşallah sizdə də olsun. İnşallah. Əlbəttə ki, çox sevindim doğrudan qızlar. Yəni, özüm tutmam üçün gərək özüm də tutardım. Ya siz toya gedə bilərsiniz bu yaxınlarda, bunu da deyim biləsiniz. Amma tutduğunuz hər nədirsə, yəni yol görünür sizə, harasa gedə bilərsiniz. Tutduğunuz hər nədirsə alınacaq, olacaq. Siz də siz necə insansınız? Əylənməyi sevən bir insan ola bilərsiniz. Və yaxud da ki, yaxın bildiyiniz insanların yanında çox əyləncəli olursunuz. Bəlkə də başqa yerdə qapalı ola bilərsiniz, amma əyləncəli bir insan ola bilərsiniz. Bu istəyinizə doğru kiçik addımlarınızı görürəm sizin. Bu istədiyiniz nədirsə, tutduğunuz arzunuz, ona doğru kiçik addımlar atırsınız. Zaten burada göstərir ki, kiçik addımlar atırsınız. Olur, amma bu yaxınlarda da sizə yol görünür, harasa gedə bilərsiniz. Tutduğunuz arzunuz, niyyətiniz hər nədirsə 70-80% alınacaq, olacaq. Yəni inşallah. Amma toya gedə bilərsiniz, harasa dəvət ala bilərsiniz. Şənliyi sevən insansınız, uşaqlaşmağı sevən insansınız. Çox istədiyiniz insanları yanında özünüzü olduğunuzdan da yaşınız tutaq ki, 40 yaşınız varsa, hətta 20-25 yaşında yəni o uşaqsı 20-25 uşaq deyil, düzdür. Amma ki, yəni 40-a baxanda 20 yaş fərq var da. Belə deyim də, uşaq tərəfləri çoxdur, amma hamının yanında göstərmirsiniz. Çünki ola bilsin güvənmirsiniz insanlara, ona görə bu tərəfinizi göstərmirsiniz. Amma sizdə inşallah həyatınızda hər zaman şənlik, deyib gülmək, xoş hadisələr baş versin inşallah. Və bəli, siz də xoşuma gəldi, sizin variantınız da xoşuma gəldi. Yorumlarda yazın kim hansı variantı seçmişdi.
Baxaq görək kim hansı variantı seçib. Çalışdığım qədər girirəm, heç olmasa nəsə yazmasam da smaylik falan atıram. Görürsüz bunu. Öpürəm sizi çoxlu, yaxşı ki varsınız. Və bir də yazın. Elə bir ki yazın ki plan variantı seçmişdim. Arxasıca da yazın ki belə videolar gəlsin yoxsa gəlməsin. 3 variantın üçü də özünüz, yəni kartların mənasını biraz da bilirsinizlər ki, görərsiniz. Bir dənə qılınc kartımız çıxmadı, bir dənə pis, negativ bir kartımız çıxmadı. Qılınc kartı deyəndə ki, yəni düzdür, hər qılınc kartı pis şeyi göstərməyə bilər, amma adətən negativ bir şeylər ola bilər də orada. Çox kartımız yəni onu göstərir. Yəni qapanma, bağlanma, qəlb qırıqlığı, yalan falan, bu belə şeylər heç biri çıxmadı. İnşallah həyatımızda da hər şey ürəyimizcə olar. Öpürəm sizi çoxlu. Qaçıram bu dəqiqə bu videonu paylaşım. Saat neçədir bir daha baxım. Saat 1-in yarısıdır. Baxın, indi paylaşıram. Bilmirəm saat neçədə yüklənəcək, paylaşıram. Öpürəm sizi, özünüzə yaxşı baxın, sağ olun.